Salam əziz dostlar. Quran oxumağı öyrənmək istəyənlər üçün ərəb hərflərinin tədrisinə start veririk və istəyirik ki, hərflərin özlərini, tələffüz qaydalarını və oxumaq üsullarını öyrədək. Bununla da başladıq inşallah. Ərəb hərfi 28 dənədir. Onun bugün 4 dənəsini adlarını öyrənəcəyik və əsas hərfin formasını öyrənəcəyik. Sonra onların başqa üsullarını da öyrənəcəyik. Deməli, bu hərf əlif və həmzə. Görürsünüz? Bunun adı əlif, bunun adı əlifdir, bunun adı həmzədir. İndi hansı səsləri verir, onları sonradan inşallah izah edəcəyik. Bu hərf ərəb dilində bə hərfidir. Adı da burada görürsünüz. Bəun ərəbcə yazılıb. Azərbaycanca da bə. Bu hərf 2 dənə nöqtəsi olan T hərfidir. 3 dənə nöqtəsi olan S hərfidir. Ərəb dilində S hərfləri bir neçə cürdür. Bu pərtək S-dır. Bunların hər birini biz izah edəcəyik. Adı S hərfidir. Bugünlük bu qədər. Sağ olun.